Hər zaman işlərimi kontrol etməyi sevmişəm. Hər zaman idarə etmək, nələrsə planlamaq mənim üçün birinci olub. Düzdür, bu mənim həyatımda çox böyük fərqindəliklər yaradıb, irəli getməyimdə mənə faydalı olub. Amma son 2-3 aydır ki, mən bunun fərqindəyəm ki, məndə müəyyən qədər təşviş əlamətləri özünü göstərir və bu səbəbdən dolayı həyatımda bir çox şeyləri plansız şəkildə eləyirəm. Bu gün də həmin günlərdən biridir. Çəkəcəyim bu video çox plansız şəkildədir. Sadəcə danışmaq istəyirəm və düşündüm ki, bəlkə də danışan zaman mən hansısa mövzular ətrafında danışa bilərəm. Bəlkə mənim yadıma daha maraqlı və sizin üçün faydalı ola biləcək mövzular gələ bilər. Odur ki, bu videoda bunları nəzərə alın. Biraz plansızlıq ola bilər, amma faydasız bir video olacağını düşünmürəm. Mənim narsistlərlə bağlı çəkdiyim video YouTube-da marağa səbəb olub. Hətta orada mənim nömrəmi götürüb, mənə yazanlar var, sual verənlər, seans qiyməti soruşanlar. Əgər bu video sənin ilk dəfədə qarşına çıxırsa, narsistlərlə bağlı əvvəlki videonu izləməyi də tövsiyə edirəm. Bununla bağlı fikirlərim mənim üçün çox önəmlidir. Heç bir videomda səsləndirməmişəm. İlk dəfədə bu videoda səsləndirirəm. Əgər kanalıma abunə deyilsənsə, abunə olmaq, videonu bəyənmək və şərh yazmağı unutma. Əgər şərh yazmaq istəmirsənsə və ya da videonu bəyənmək istəmirsənsə, heç olmasa abunə ol ki, növbəti videolarda sənin maraq dairənə uyğun mövzuları mən paylaşa bilim. Bundan əlavə, videolarla bağlı hər hansı bir fikrin, təklifin varsa və yaxud da bu videoda səsləndirdiyim mövzu sənə maraqlı deyilsə, sən özün istəyirsən ki, hansısa mövzu ətrafında mən video çəkim, bu təklifini də Instagram və yaxud da bu videonun aşağı hissəsində mənə yazıb bildirə bilərsən. Bugün sizə biraz öz danışanlarımla keçdiyim şəxsi təcrübəmdən danışacağım. Həmçinin məndə maraqlı həyat hekayələri var. Hansı ki, insan başqalarının həyatında olan hadisələri təhlil edən zaman onlardan özü də bir dərs çıxardır və digər insanların həyatı ilə müqayisə edir. Biz özümüzdən asılı olmayaraq bir çox insanlarla ünsiyyətdə olanda onların həyat hekayələrindən özümüzün həyatımızda olan hadisələri, həmçinin digər insanların həyatında olan hadisələri müqayisə edirik. Və həyatda insanlar çox fərqlidir. Bugün də mən təcrübəmdə olan insanların həyat hekayələri haqqında danışacağım və onların mənə əsas etdiyi şikayətlər və düşünürəm ki, bir çox insanlar bundan əziyyət çəkir hal-hazırda. Bəlkə də siz özünüzdə beləsiz və yaxud da ətrafınızda belə insanlar var. Bəzi insanlar uşaqlığını xatırlamaq istəmir. Kimisinə deyəndə ki, sən uşaqlığını necə keçirmisən, uşaqlıqda nələr baş verib, onlar sevincli bir halda öz uşaqlığı haqqında məlumat verə bilir. Öz uşaqlıq xatirələrini sizlə bölüşür. Amma elə insanlar var ki, uşaqlığı haqqında heç bir şey xatırlamaq istəmir. Ya onu şuurlu şəkildə edir, yəni mən istəmirəm o hadisələrdən danışmaq, onsuz da yaxşı bir şeylər olmayıb şəklində və yaxud da ümumiyyətlə yadına düşmür. Bu da özü ayrıca bir mövzudur, niyə görə uşaqlığımızı xatırlamırıq. Amma şuurlu şəkildə yadına salmaq istəməyənlər, o hadisələrdən danışmaq istəməyən insanların keçmişində onların narahat edən məqamların sayı o qədər çox olur ki, onlar artıq o narahatlığı yenidən yaşamamaq üçün bir daha o hadisələrə qayıtmaq istəmirlər. Və elə insanlar da var ki, terapiyaya o məqsədlə gəlir ki, uşaqlığını hatırlasın və oradakı günahkarları bizə göstərsin. Ən çox iki kateqoriyada bunu görürəm. Ya uşaqlığı haqqında kəskin şəkildə danışıb hər şeyi böyüdən və hər şeyi atasının, anasının dırnaqarası boynuna atan şəxslər. Digər tərəfdən isə hər şeyi öz daxilində yaşayan və keçmişi ilə bağlı heç bir şeyi danışmaq istəməyən, sanki ora getsə yenidən yaraları təzələnər kimi hiss edən insanlar. Və burada əsas məqamlardan biri şəxsin ata-anasının beynində necə dəyərləndirdiyidir. Bəzən elə insanlar olur ki, həqiqətən də onların ata-anası, keçən videoda bu haqda danışmışdım, dırnaqarası narsist bir insan olur. Yəni bizim narsistlik xüsusiyyətlərə malik dəyərləndirdiyimiz bəzi insanlar var ki, o insanlar qarşı tərəfin duyğularını, ehtiyaclarını önəmsəmir. Ancaq öz ehtiyacları, öz duyğuları, bir növ özünə görə yaşamağı seçən insanlar olur. Və bu insanlar valideyn rolunda olanda artıq burada iki tərəfli bir zərər olur. Bunlardan biri uşaq olur təbii ki, digər isə həyat yoldaşı olur öz yerində. Hətta üç tərəfli bir zərər deyərdir ki, bunlardan digəri isə şəxsin özü olur.
Yəni burada düşünməyin ki, əgər bir insan dırnaqarası narsistdirsə, o təkcə ətrafındakı insanlara zərər verir. Xeyr, o ən birinci növbədə özünə zərər vermiş olur. Yəni özü əslində emosional olaraq çətinlik yaşayan bir insandır və bu çətinliyini o daxilindəki dağınıqlığı, o daxilindəki çatışmanı digər insanlara yansıdır. Seanslarda ən çox eşitdiyim şikayətlərdən biri budur ki, mənim anam və yaxud mənim atam narsist olub və mən buna görə çox pis övlad olmuşam və yaxud da hazırda mən çox əziyyət çəkirəm, psixoloji problemlərim yaranıb və bunun səbəbkarı onlardır. Biz narsist, dırnaqarası yenə deyirəm bu sözü, narsist bir ailədə böyümüşüksə, yəni atamız və yaxud da anamız elə bir şəxs olubsa, bu təbii ki, bizim gələcəyimizi şəkilləndirir. Bizim münasibətlərimizə necə təsir göstərir, indi bu haqda da danışacağım. Bizim şəxsi həyatımıza bu necə təsir göstərir, istər karyeramıza, istər sosial münasibətlərimizə. Bütün bunlar əslində bizim özümüzdə bəlkə də görmədiyimiz, müşahidə etmədiyimiz tərəflərimizdir ki, keçmiş təcrübələrimizin bu günümüzə yansımasıdır. Təsəvvür elə ki, uşaq dünyaya gəlir və o uşağın müəyyən ehtiyacları var. Emosional ehtiyacları, emosional psixoloji ehtiyacları, onun fiziki ehtiyacları, baxım ehtiyacları. Əgər bir ana, sizin dediyiniz kimi narsist bir anadırsa, özünü düşünən, öz duyğularını, öz mənliyini, hamını özünü mükəmməl göstərməyə çalışan bir anadırsa, o sizin fiziki ehtiyaclarınızı demək olar ki, tam şəkildə qarşılayır. Yəni fiziki olaraq geyim almaq, yemək bişirmək, yemək vermək, qidalandırmaq, yəni bütün bu baxımdan sizə dəstək olur. Məsələ gələndə emosional ehtiyaclara, burada biraz vəziyyət dəyişir. Hansı ki, uşağın ağlaması, uşağın görülməsi, onun öz emosional olaraq ehtiyaclarını ifadə etməsi və qarşı tərəfin bunu anlaması. Bu prosesin içərisində hansısa bir geriləmə, hansısa bir etinasızlıq yarananda artıq uşağın psixoloji vəziyyətində çox ciddi qüsurlar yaranmağa başlayır. Biz bunu sosial emosional inkişaf baxımından dəyərləndirmirik. Bugün psixoloji baxımdan, sırf o uşağın psixoloji vəziyyətinə, düşüncələrinə necə təsir göstərir, bu haqda məlumat verəcəyik. Uşaq müəyyən ehtiyaclarla doğulur, dediyim kimi. Məsələn, onun təqdir almaq, onun görülmək ehtiyacı var. Onun səhv etdiyi anda anlaşılmaq ehtiyacı var. Siz əgər elə bir ananın yanında böyümüsünüzsə, bütün bu ehtiyaclarınızı ala bilmirsiniz. Yəni, mənim anam narsistdirsə, ancaq özünü düşünürsə, onun qarşı tərəfin duyğularını hiss etmək kimi bir bacarığı olmur. Və uşaq, düşünün ki, məktəbdə 5 alıb gəlib, əgər ana elədirsə, o uşağa ya mükəmməliyyətçi bir simada olub daha çoxunu istəyir, və yaxud da o nədir ki, yəni almısan da, yəni belə etinasız şəkildə yanaşır. Halbuki orada uşağın müəyyən bir ehtiyacları qarşılanmalıydı. Davamlı formada sizi tənqid edirsə, müqayisə edirsə və yaxud da etdikləri şeyi sizə sanki dırnaqarası sırmağa çalışır. Mən sənə bunu eləmişəm, mən səni hazırlığa qoymuşam, mən sənə yemək bişirmişəm, sən necə nankör övladsan, kənarda da sizi nankör övlad kimi tanıdırsa, təbii ki, burada siz nə vəziyyətə düşürsünüz? Bir uşağı təsəvvür eləyin. Uşaq orada hansı vəziyyətlərə düşür? Və bir məqam da var ki, əgər bir insan öz ehtiyaclarına görə qınanılırsa, məsələn, mənim yemək ehtiyacım var və anam mənə sözü dilimə gətirmək istəmirəm, yəni davamlı formada səni son yeməyin olsun, sən nə qədər yeyirsən, filan kəsin uşaqları az yeyir, bütün qazancımızı sən yeyirsən, yəni bu kimi cümlələrdən istifadə edib günahkarlıq hissi qazandırırsa, o uşaq zamanla ehtiyaclarını görməzdən gəlir və bastırmağı öyrənir. Və yaxud da yeniyetmədir, hansısa bir yeniyetmələrdə yəni hormonal inkişaf özünü göstərir və onlar qarşı cinsə maraq göstərməyə başlayırlar. Yeniyetmədir, qarşı cinsdən xoşlantısı var və bunu ifadə eləmək istəyir anaya. Ana bunu eşidəndə nə deyir? Sənin o yaşın deyil, sən nə etməyi düşünürsən? Yəni bu kimi fikirlər ifadə edir. Nəticədə yeniyetmə sevməyin, sevilməyin pis bir duyğu olduğuna inanır. Biz elə bir ananın və yaxud da atanın yanında böyümüşüksə, bizdə ilk növbədə formalaşan inanclar yetərsizlik, dəyərsizlik və günahkarlıq olur. Bunların əslində bu üç duyğu insanın nevrotik pozuntularının yaranmasının əsasını təşkil edir. Baxın, əgər biz bir uşaqlıqsa, orada yetərli hiss etmək bir ehtiyac halındadır. Və valideyn bizə, məsələn, tutaq ki, otağımı təmizləmişəm. Anam gəlib mənə otağımı təmizlədiyimə görə təqdir eləmirsə, ancaq oradakı qüsurları görürsə,
məndə yetərsizliyin yaranma ehtimalı çox yüksək olur. Və xüsusilə aşağı yaşlarda biz həmin duyğulara qarşı çox həssas oluruq. Yəni mən tam sağlam şəkildə böyümüşəmsə psixoloji olaraq uşaq vaxtı, hazırda mənə kimsə yetərsiz hiss elətdirməyə çalışsa, bu bir o qədər də mənə təsir eləməz. Amma aşağı yaşlarda ana mənə yetərsizlik hiss elətdiribsə və yaxud da ətrafımdakı insanlar mənə həmin o duyğunu yaşadıbsa davamlı, məndə həmin yetərsizlik inancının yaranması ehtimalı demək olar ki 100%-dir. Yetərsiz hiss edən bir uşaq da gələcəkdə hamıya özünü təsdiq eləməyə çalışır, mükəmməl görünməyə çalışır. Münasibətlərdə özünü təsdiq eləməyə çalışır qarşı tərəfə. Ona sanki sevgisini sübut eləməyə çalışır. Onun üçün əlindən gələni dırnaqarası eləməyə çalışır. Ki, yəni qarşı tərəf ona az da olsa sevgi göstərsin. Digər bir duyğu dəyərsizlik duyğusudur. Dəyərsizlik bunların hər üçünü öz içərisində cəmləşdirir. Daha doğrusu hər ikisini. Və insan özünü dəyərsiz hiss eləyəndə dünyada özünə yer tapa bilmir. Yəni onun ilk əlaməti kimi dünyada özümə yer tapa bilmirəm, özümü boşluqda hiss edirəm. Sanki heç kəs məni sevmir, heç kəsə sevgi göstərə bilmirəm. Özümü acımasız hiss edirəm. Bəzən də bu özünü bəyənmişlik səviyyəsində hiperkompensasiya olur. Yəni biz o valideynin rolunda özümüzü görürük. Bəlkə də siz özünüz bu videonu izləyən valideynsiniz. Övladınıza qarşı yanaşmanızda diqqət yetirin, kənardan özünüzü müşahidə edin. Görün ananızın rolunu nə qədər götürmüsünüz. İstər-istəməz biz bir uşaqla qarşılaşanda, yəni ki özümüz uşaq olmuşuq, elə bir vəziyyətə düşmüşük, böyümüşük. Yenidən övladımız dünyaya gələndə bizim təfəkkürümüz, daha doğrusu beynimiz həmin illərə qayıdır və özümüzün yaşadığımızı sanki başqalarına yaşatmaq istəyirik. Qarşımızdakı da zəif, aciz bir uşaq olduğu halda bu bizim üçün daha asan olur. Dəyərsizlik duyğusu çox önəmli bir duyğudur və bu bizim həyatımızın demək olar ki hər bir sferasına yansıyır. Məsələn, sadə bir nümunə götürək. İki ər-arvaddır. Ər işdən içəri gəlir və yoldaşına yemək hazır deyə yox deyə sual verir. Əgər qadın burada özünü dəyərsiz hiss eləyirsə, onun beynindəki fikir algısı tamamilə fərqli olacaq. Yəni yoldaşının ona dediyi sözü o tamam fərqli şəkildə qavrayır. Sanki mən bu evdə xidmətçiyəm, mən buna yemək hazırlamalıyam, bu da hər şey məndən gözləyir. Yəni belə fikirlər yaranmağa başlayır və nəticədə bu münasibət problemlərini gətirib çıxardır. Dəyərsizlik duyğusu bundan irəli gəlir və bundan əlavə bir duyğu da günahkarlıq duyğusudur ki, depressiyanın yaranmasının əsas səbəblərindən birincisidir. Ki, insan özünü günahkar hiss eləyirsə, ətrafında baş verən hər bir şeyə görə özünü günahlandırırsa, o günahkarlıq hissi bizə qazandırılır. Ən sadə bir misal deyim, mən özüm də yaşamışam. Məsələn, qabları sındıranda bizim evdə reaksiya çox fərqli olub. Yəni mən stəkanı bilmədən sındırmışam və ya da süfrədə nəyisə əlimi uzadıb götürməyə çalışmışam, süfrədə düşüb və ona görə qınanılmışam. Və bu da təbii ki, bizdə günahkarlıq hissi yaradır. Sadə bir şey kimi görünsə belə, bizim ata-anamıza və yaxud da digər nəsillərə kodlanmış bir şeydir. Yəni sən səhv eləyə bilməzsən. Səhv eləmək sənlik deyil, insana məxsus xüsusiyyət deyil. Bu bizə proqramlandığı üçün biz səhv etməkdən həmişə qorxuruq və səhv etmək bizə günahkarlıq hissi yaradır. Maraqlısı da budur ki, bir uşaq hər zaman ümidli olur. Hər zaman istəyir ki, anası ona sevgi göstərsin. Anası onu döysə də, danlasa da, nə etsə belə, uşaq bir müddət sonra yenə də ona ümidli olur ki, mənə bu nə vaxtsa sevgi göstərəcək. Yəqin ki, bir çoxlarınız xatırladı, bu nəyi xatırladır. Biz də münasibətlərdə müraciət edən danışanlarda bunu müşahidə eləmişəm. Xanım gəlir seansa və öz nişanlısından və yaxud da sevgilisindən şikayətlənir ki, mən onu dəyişdirməyə çalışıram. Mən ümid edirəm ki, o dəyişəcək nə vaxtsa, o mənə sevgi göstərəcək. Baxın, uşaq vaxtı biz ata-anamızı dəyişdirməyə çalışmaq istəmişik. Çünki uşağın ümidi olur, uşağın sevgi görəcəyi yeganə obyekt ata-anası olur. Və o hər zaman ümidlidir. Onun həyatda qalması üçün ümidli olması lazımdır. Yəni uşaq ümidini itirsə, həyatı təhlükə ilə üz-üzə qalır. Ki, yəni məni sevən yoxdur, mənə dəyər verən yoxdur, mən həyatda qalmaya da bilərəm. Amma o ümidli olsa və ata-anasından sevgi gözləntisi içərisində olsa, biraz da özünü sanki aldadıb yaşaya bilər. Və biz də özümüzü münasibətlərdə belə ifadə edirik. Ki, mən yoldaşımı dəyişə bilərəm. Biz evlənib, bəlkə o dəyişər. Uşaq olar, bəlkə o dəyişər. Amma uşaq da dünyaya gəlir, evlənirsən də heç bir şey dəyişmir. O olduğu kimi qalır, hətta sənə özünü göstərdiyindən daha fərqli formada özünü göstərməyə başlayır. Yəni əsl üzü bir növ görünür. Əsl mənliyini üzə çıxartmış olur. Digər bir məqamda o uşağın, balaca uşağın hər zaman özünü valideyninə sübut eləmək məcburiyyətində qalmasıdır. O hər zaman yaxşı olmağa çalışır ki, bəlkə anam da dəyişib mənə yaxşılıq eləsin. Hər zaman yaxşı, mükəmməl uşaq olmağa çalışır.
bəlkə mədəni uşaq, yəni ətrafda onu necə dəyərləndirirlərsə, onu da qeyd edeyim ki, əgər sizin narsist dediyiniz bir ananız varsa və yaxud da atanız varsa, onlar kənarda mükəmməl ana, ata obrazı kimi tanınır. Yəni filankəsin anası çox yaxşı anadır, çox mükəmməl. Çünki özlərini cəmiyyətə o formada təqdim eləyirlər. Onlar mükəmməl görünməlidir, onlar yaxşı olmalıdır, övladına yaxşı baxan, yaxşı geyim alan, yaxşı təhsil verən, yəni o qədər özlərini mükəmməl təqdim eləyirlər kənara. Evin içərisindəkini heç kim bilmir, amma kənarda hamı onları yaxşı biri kimi bilir. Burada nankor övlad kimi siz çıxırsınız. Nə qədər də yaxşılıq eləsəniz, yenə nankorsunuz, yenə onların istədiyi kimi deyilsiniz. Onlar sizin olmağınızın peşmanlığını yaşayır. Bütün bunlar ancaq sizin psixoloji vəziyyətinizə təsir göstərir. Onu da qeyd edelim ki, mən burada heç bir atanı, ananı günahlandırmıram. Və məqsədim burada günahlandırmaq deyil. Onsuz da biz danışan bizə müraciət edəndə ilk seanslarda günahlandırmadan istifadə edə bilərik. Yəni onun danışmasına, onun ata-anasının günahlandırmasına icazə veririk. Çünki bastırılmış, yəni bu sözlər mənim də xoşum gəlmir. Bir çox danışanlarım da bu sözü sevmir. Görülməmiş o duyğularınız var, hansı ki ifadə edə bilmədiyiniz. O duyğular bu formada üzə çıxır. Əgər mən həmin duyğular üzə çıxmadan sizə ata-ananızla bağlı bir növ məsləhət etmiş olsam, fərqli prizmadan baxmağı göstərsəm, bu o qədər də effektiv olmur. Bəzi məqamlarda günahlandıra bilərsiniz. Amma əgər inkişaf etmək istəyirsinizsə, ata-ananızı günahlandırmaq yox da, məsələlərə fərqli bir prizmadan baxmaq daha yaxşıdır. Bəlkə indi günahlandırma mərhələsindəsiniz, amma növbəti mərhələ fərqli prizmadan baxmaq, hadisələrə baxış bucağımızı dəyişdirməkdir. Mən özüm də psixoloq olsam da əvvəllər ata-anamı və yaxud da ailəmi, özümdə olan hər bir xüsusiyyətə görə ətrafımda olan insanları günahlandırmışam. Amma o hansısa bir mərhələnin içərisindədir və başlanğıc mərhələsidir. İnsan bu mərhələni keçəndən sonra türklər demiş olğunluq səviyyəsinə çatanda artıq başa düşür ki, günahlandırmaq heç bir işə yaramır və əksinə bizi geri çəkir. Bundan sonra artıq anlama və dərk etmə mərhələsi gəlir. Biz başa düşürük ki, onların özü də hansı yaraları alan bir uşaq olub vaxtilə. Və onlar bunu istəyərəkdən eləməyib. Beyin, təfəkkür səviyyəsi ora qədər inkişaf edib. Və onların dönəmində psixologiya bu qədər inkişaf eləməmişdi. İnkişaf etmişdi, amma bu qədər yayılmamışdı. Hər insanın əli çata biləcəyi bir videonu onlar izləmirdi. Amma siz hal-hazırda əyləşib videonu izləyirsiniz və buradan da azdan çoxdan nə qədərsə məlumat əldə etmiş olursunuz. Bunu nəzərə almaq lazımdır ki, o insanlarda fərqindəlik olmayıb. Və o insanlar bizi dünyaya gətirəndə bizə travma vermək, psixoloji zərbə vermək, bu məqsədlə dünyaya gətirməyiblər. Sadəcə müəyyən qorxuları olub ki, övladım gələcəkdə yaxşı uşaq olsun, övladım birdən tərbiyəsiz ola bilər. Buna görə bizi bəzi şeylərə görə qınayıblar. Və onlar insanın emosional, psixoloji ehtiyaclarının olduğunun fərqində olmayıblar. Düşünün, bəlkə də ata-ananız indi bilsə ki, mənim övladıma dediyim bu ağır sözlər, onu müqayisə etməyim, ondan gözləntilərimin yüksək və yaxud aşağı olması, bütün bunlar onun psixologiyasına gələcəkdə belə təsir edəcək. İnanın ki, əksər ata-ana buna razı olmazdı. Bəlkə də öz daxilindəki o hissləri, istəkləri, duyğuları bastırardı. Yəni onları görməzdən gələrdi. Bizə sadəcə özlərini yaxşı təqdim edərdilər ki, tək mənim övladım daha yaxşı olsun. Deyək ki, bunları yaşamısan, sənin həyatında bu bir mərhələ olub. Bəs bu gündən sonra nə edə bilərsən? Bu gün sənin həyatında baş verənlər o hadisələrlə bağlıdırsa, heç mi dəyişmək mümkün deyil? Çox önəmli bir sualdır. Yəni, heç mi mən dəyişə bilmərəm, o hadisələrin təsirindən çıxa bilmərəm? Bəlkə dəyişməyə də cəhd eləmsən və yenə də alınmır nəsə, bəlkə də təslim olmuşsan artıq, bəlkə də psixoloqa getmirsən, nəticə görməmsən. O da ola bilər. Yəni, hər insan müəyyən mərhələdə olur. Bəlkə də ümumiyyətlə psixologiya haqqında heç bir məlumatın yoxdur və ilk dəfədir bu videonu izləyirsən. Hər bir mərhələdə ola bilərsən. Mən sadəcə bir fikir deyəcəm ki, yəni bütün danışanlarıma da bunu deyirəm ki, insan əgər nevrotik pozuntudan əziyyət çəkirsə, insanın öz taleyi ilə bağlı verdiyi qərarlar özü ilə bağlıdır. Yəni özümüz öz taleyimiz haqqında qərarlar verə bilərik. İstəsək, dəyişə bilərik. İstəsək, bütün vəziyyətlərdən bizə yaşadılan bütün hadisələrin təsirindən çıxa bilərik.
Düzdür, bəlkə də bəzi insanlar üçün bu böyük bir iddia kimi görünür. Bəziləri məni qınayır ki, sən çox şey yaşamamısan, sən bilməzsən travma nədir, insanın keçmişdə ağır təcrübə yaşaması nədir, sən bunları başa düşməzsən. Düzdür, insan bir şeyi əgər yaşamırsa, onu yaşayan qədər onu anlaya, hiss eləyə bilməz. Amma bunun elmini biz öyrənmişiksə, o insanların keçirdiyi hissləri ən azından təsəvvür eləyə bilirik. Və bunun elmi sübutu, aparılan təcrübələr də bunu göstərir ki, insan keçmişdə nə qədər ağır travma yaşasa belə, nevrotik bir pozuntu alıbsa, yəni onun bugünkü yaşamında olan problemləri keçmişin təcrübələrindən qaynaqlanırsa, o həyatına tamamilə fərqli baxış bucağı qazana bilər. Baxın, biz keçmişimizdə əgər müəyyən bir ehtiyaclarımız olub və o ehtiyaclarımız qarşılanmayıbsa, güman ki, biz həmin ehtiyaclarımızı görməzdən gəlmişik. Yəni, bayaq əvvəldə də qeyd etmişəm, diqqətlə qulaq asanlar artıq bilir. İnsanın ehtiyacları var. Psixoloji olaraq bu ehtiyaclar qarşılanmayanda uşaqlar həmin ehtiyaclarını yox hesab edir. Yəni, görməzdən gəlir. Və o şəkildə özünü yaşamağa alışdırmağa çalışır. Amma ehtiyaclar birdən-birə məhv olmur və yaxud da ehtiyaclar ümumiyyətlə insan həyatından getmir. Elə danışanlarım var, mənə gəlib böyük yaşdadır. Deyir ki, mənim bu ehtiyacım yox, mənim təqdir ehtiyacım yoxdur, mən özüm bilirəm nə etdiyimi. Elə bir şey yoxdur. Biz ehtiyaclarımızı görməzdən gələ bilərik. Və biz o ehtiyaclarımızı o qədər görməzdən gəlirik ki, böyüyəndə artıq müəyyən insanlarla münasibət quranda, istər bu romantik münasibət olsun, istər iş mühitində olan münasibətlər, o gözləntilərimiz həmin insanlardan olur. Məsələn, o məni təqdir eləsin, o mənim qayğıma qalsın, o məni sevsin, o mənə diqqət göstərsin, məni görsün, özümüzü reklam edirik sanki. Açıq-saçıq geyinərək özümüzü kimlərəsə göstəririk. Çünki uşaqlıqda o qarşılamayan ehtiyaclarımızı indi həddindən artıq formada qarşılamağa çalışırıq. Yəni, düşünün ki, uzun müddət ac qalmış bir insan neyinir? Yəni, onun hər yerdə gözü yemək axtarır və aşırı yemək yeməyə çalışır. Biz özümüz də əgər uzun müddət elə ehtiyaclarımız qarşılamamış qalmışıqsa, uşaqlıqdan təqdir ehtiyacı, görülmə ehtiyacı, həyatımızda bunu daha həddindən artıq şəkildə göstərməyə çalışırıq. Görülmə ehtiyacım qarşılanmayıbsa, özümü açıb insanlar məni görsün, tək ki mən görülüb. Yəni, hansı üsulla olursa olsun, bu şəkildə özümüzü göstərməyə çalışırıq. Və yaxud da sevilmə ehtiyacımız qarşılanmayıb, bizə dəyər verilməyib və bu zaman biz qarşımıza çıxan ilk insanlara aldanırıq, özümüzü fərqli təqdim eləməyə çalışırıq ki, tək ki o mənə dəyər versin, kimliyindən asılı olmayaraq. Elə insanlar var ki, baxırsınız, xanım çox savadlıdır, biliklidir, gözəl, göyçək, yəni sima baxımından da, xarici görünüş baxımından da, savad baxımından, təfəkkür baxımından da, amma özündən qat-qat status, görünüş baxımından uyğun olmayan bir insanla münasibət qurur. Alkoqolik, zərərli vərdişləri olan, savadsız, düşüncə tərzi çox dar olan bir şəxslə özünü inkişaf elətdirməyən. Niyə görə? Bəlkə də xanımın o daxilindəki ehtiyaclar o qədər yüksək olur ki, xanım həmin ehtiyaclarını qarşı tərəfdən alacağına inanır. O balaca uşaq ki, necə inanırdı ki, anası dəyişə bilər, o da buna inanır. Ondan soruşanda izah eləyə bilmir ki, niyə görə bu insana münasibətdədir. Onu dəyişdirməyə çalışır, öz beynindəki qəlibə uyğunlaşdırmağa çalışır. Bəzi insanlar da var ki, bu emosional ehtiyaclarını yeməklə doldurur. Bəziləri var ki, münasibətlərlə yox da yemək, həddindən artıq əyləncə, hər gün bir xanımla münasibətdə olmaq, bəylərdə bu daha çox özünü göstərir. Yəni, bu tipli vərdişlər də, müəyyən bir şey həddindən artıq həyatınızda varsa, bunun özü belə həmin emosional aclığın doldurulmasıdır. Emosional aclıq və yemə davranışı. Bu haqda da video olacaq. Əgər bu haqda da video istəyirsinizsə, təbii ki, bunu mənə mütləq şəkildə bildirsəniz, daha yaxşı olar ki, bununla bağlı da mən sistemli şəkildə video çəkim. Siz həyatınızda nələri müşahidə edirsiniz? Bunlara diqqət yetirin. Nəyi həddindən artıq edirsiniz? Hansı məqamda hansı davranışı edirsiniz? Məsələn, tez-tez soyuducunun qapağını açmaq. Niyə görə mən gecə saat 3-də hamı yatanda gedib soyuducunu açıram, oradan nəsə şirin bir şey yemək istəyi gəlir. Acmadığım halda niyə gedib yeməyə fokuslanıram, yemək istəyirəm, ancaq ətrafımda onu görürəm. Və yaxud da davamlı formada əylənmək istəyirəm, əyləncə mərkəzlərinə gedirəm, pul xərcləyirəm. Niyə? Bu sualı verməyə başlayanda insan ayılır. Və başa düşürsən ki,
Sənin həyatında nəsə yolunda getmir. Və yaxud da mən niyə bütün enerjimi işə sərf edirəm? Niyə mənim həyatımda daha rəngli, rəngarəng bir şey yoxdur? Gəzintim yoxdur, münasibətlərim yoxdur, dostluq münasibətlərim zəifdir. Niyə ancaq həyatımdakı fokusu bir istiqamətdə edirəm? Niyə mənim hobbim yoxdur? Bu sualları özünüzə verdikcə artıq öz təfəkkürünüzü, özünüzün həyata yanaşmanızı, psixoloji ehtiyaclarınızı anlamağa başlayırsınız. Və insan artıq bu mərhələdə özünü kəşf eləməyə başlayır. Özünü kəşf edən bir insan da mən düşünürəm ki, həyatda ən cəsarətli insandır. Ki özünlə üzləşir, heç kimi günahlandırmır, özünü tanımağa vaxt ayırır. Və bu dünyada özünlə məşğul olan bir insan ən təhlükəsiz insandır. Ən təhlükəsiz. Niyə görə? Çünki o, keçən dəfə bir nəfər bu niyə görə sözünə görə mənə irad bildirib ki, siz niyə görə deyirsiniz, nəyə görə deyilməlidir? Əslində, hər iki variant doğrudur. Sadəcə bizim dilimizdə nəyə görə ifadəsi daha çox işlənir deyə, niyə görə ifadəsini səhv bilirlər. Amma bu mənə müəllimimin nitqindən keçib niyə görə ifadəsi, ona görə bu sözdən də istifadə edirəm. Yanlış olduğunu da düşünmürəm. Neysə, insanın ən təhlükəsiz insan modeli özü ilə məşğul olan insandır. Çünki onun dırnaqarası başı özünə qarışır və kənara diqqət yetirməyə vaxtı qalmır. Heç kimin qeybətini edim, kiminsə qeybətini edim, kiminsə danışım, kiminsə quyusunu qazım, arxasından zərbə vurum. Bu şeylər onu maraqlandırmır. Çünki öz dünyasını kəşf etmək onun üçün daha maraqlıdır. Və öz dünyasını kəşf edən insan da başlayır başqa insanların dünyasını kəşf etməkdə onlara yardım göstərməyə. Necə ki, mən psixologiyaya belə bir yoldan gəlmişəm. Yəni, mənim ilk başlanğıcım psixologiyada özümü kəşf etmə yoluna çıxmağımdır və hal-hazırda davam edir. Yeni bir mərhələdən sonra insan özünlə üzləşir, özünü qəbullanır, özünü kəşf eləyir, oradan maraqlı bir şeylər tapır. Yəni, bunu heç cür təsəvvür eləyə bilmirəm. O yolda o qət etdiyim məqamlar var ki, hansı ki, bunu hər insan özü-özlüyündə yaşayır. Mən bunu sizə göstərə bilmərəm və yaxud da təsvir eləyə bilmərəm. İnsan onları, o gözəllikləri görəndə istəyir ki, bu gözəllikləri başqa insanlar da görsün və hər insanın dünyası fərqlidir. Mənim öz dünyamda gördüyüm gözəllikləri mən görə bilirəmsə, başqa insan öz dünyasında daha fərqli bir şeylər görə bilər. Və sizə də həyatda bunu arzulayıram. Yəni, öz dünyanızı kəşf eləməklə məşğul olmağı, özünüzü tanımaq, ətrafınızdakı insanları müşahidə eləmək, onlara bacardığınız qədər dəstək olmaq. Düşünürəm ki, videonu burada tamamlasaq yaxşı olar. Çox istəyərdim ki, 1 saat, 2 saat burada oturub danışım, amma izləyiciləri də nəzərə alıram ki, videoların dəqiqəsi çox olanda sıxılırlar və bu da əsrimizin bəlalarından biridir. Diqqət dağınıqlığı, bir şeyə fokuslana bilməmək. Videonu bura qədər izləyənlərə təşəkkür edirəm. Bir daha xatırladıram ki, əgər kanalıma abunə deyilsinizsə, abunə olmaq, videonu bəyəndinizsə bəyənməyi unutmamaq və fikirlərinizi videonun şərh hissəsinə yazmaq. Bunu sizdən xahiş edirəm. Etməsəniz də təşəkkür edirəm, etsəniz də. Sağ olun, növbəti mövzularda görüşərik.